Ruhi ki, Quranda deyilir mənzur nə mənədir? Baxın, əvvəlcə ruha görə Quran nə mənələr danışıbdır. Quran deyir ki, Surə İsrafillə və ya bir böyük gurultu ilə bizim ərvahımız intiqal tapılır səyyarə qiyamətə. Səyyarə qiyamət bəhsinin o birisi təfsirlərdə tozih vermişəm. İndi ruh bildik ki, pəs bir dənə gurultu ilə intiqal tapılır ayrı bir səyyarəyə. Leza ruh bir dənə moddur, əmvacdandır ki, bizim içərimizdə var. Bir, xələdən əmvacı soğutu rədd olanmaz. Pəs bu gurultu ki biz eşidirik, əmvacı soğutudan deyil. Əmvacı məğnatisindəndir. Və bilirik ki, əmvacı məğnatisi ilə elektriki be şəkli 90 dərəcə bahəm edə bilərlər, vücuda gələrlər. Və bahəm edə bilər, səfər eləyərlər xələdə. Pəs harda əmvacı elektrikimiz olsa, onun enşiabı, onun tərpəşimi baş olar ki, moc elektroməqnatisdə vücuda gəlsin. Moc məqnatisdə vücuda gəlsin və birlikdə xələdə səfər eləyərlər. Leza bizim bədənimizin harasında moc elektriki vardır? Nöronlarda. Nöronların mərkəzi, seqli haradır? Beynimizdir. Pəs bizim beynimizdə olan əmvacı elektriki həmin ruhdur ki, öləndən sonra məqnatisi halətdə intiqal tapacaqdır o birisi səyyarəyə.